Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Aliyə Mustafayeva. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Nazirliyin və radionun Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp, 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdir müavini İlkin Əzizov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin böyük məsləhətçisi Arzu Abdullayeva qonağımızdır. Salamlayıram, xoş gəlmisiniz hər ikinizi. Biz kiber təhlükəsizlik sahəsində maarifləndirmə və kadr potensialının artırılması barədə danışacağıq irəliləyən bir saat ərzində. İlk sualım ilkin və sizə olacaq. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi olaraq, agentlik olaraq kiber təhlükəsizlik üzrə kadr potensialının artırılmasına töhfə verirsiniz. Bəs Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi haqqında ilk olaraq qısa məlumat verək, daha sonra kadr hazırlığına keçəcəyik. Hər birinizə salamlayıram. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İsrailin Teknion Texnologiya İnstitutu ilə birlikdə təsis edilmişdir. Hal-hazırda 4 fərqli istiqamət üzrə fəaliyyət göstəririk. Kiber təhlükəsizliyin istiqamətində təlimlərin həyata keçirilməsi, universitetlərdə kiber təhlükəsizlik predmetlərinin tədrisi, milli kiber təhlükəsizlik məhsullarının hazırlanması istiqamətində və kiber maarifləndirmənin təşviqi və təşkili istiqamətində fəaliyyət göstəririk. Hazırda Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində yeni qeydiyyat dalğasına start verilib. Kimlər müraciət edə bilərlər? Dinləyicilərimizə bu barədə və şərtlər barədə ətraflı məlumat verək. Şərtlərimiz çox sadədir. 17 yaş üzəri bütün Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Bununla bağlı akem.az saytdan daxil olub, müraciət et düyməsinə basaraq məlumatları dolduraraq müraciət edə bilərlər. Və seçilmiş namizədləri özümüz birə-bir intervyular həyata keçirdirik və yekunda 60 nəfər olaraq dalğaya qəbul edirik və tədrisini 6 ay ərzində həyata keçirdirik. Bu il digər dalğalardan fərqli olaraq proqram iştirakçılarına hər hansı bir üstünlük təqdim olunacaqmı? Bəli, olunacaq. Bildiyiniz kimi biz İsrailin Teknion Texnologiya İnstitutu ilə birlikdə Azərbaycanda bərabər olmayan bir proqram həyata keçiririk. Buna bootcamp deyilir və biz həm sənayenin Azərbaycan əmək bazarında istifadə olunan biliklərin tədrisi və beynəlxalq təcrübənin tədrisi ilə birlikdə vəhdət təşkil edilmiş bir proqram hazırlamışıq və bunu həyata keçirdirik. İlk dəfə olaraq Azərbaycanda bizim dalğadan məzun olan ən yaxşı nəticə göstərmiş top 5 tələbəni beynəlxalq xaricdə olan beynəlxalq IT şirkətlərinə kiber təhlükəsizliyi üzrə təcrübə proqramına yollayacağıq. Bu da Azərbaycanda ilk dəfə olacaq və bundan sonraki bütün dalğalarda bunu nəzərdə tutmuşuq. Bəs əvvəlki dalğaların nəticələri ilə bağlı nə deyə bilərsiniz? Məzunlar hansısa uğur hekayələrini imza atıblarmı bundan sonra? Bildirmək istərdim ki, artıq bizim mərkəzin tələbələri bilirsiniz ki, tədrisin ən sonunda sənaye ilə işlə təmin etmə dayanır. Hal-hazırda bizim son dalğalarımızda işə qəbul faizi artıq 90%-ə qədər gəlib çatıb. Bu deməkdir ki, artıq demək olar ki, böyük əksəriyyət tələbələrimiz işlə təmin olub, yerdə qalanlar isə tələbələrdir və xaricdə oxumağa getmək istəyən tələbələr ki, bunları edə bilmirik və demək olar ki, hamını işlə təmin etmişik. Bu da çox gözəl haldır əslində. Çox gözəl nəticələrdir və ən böyük uğur hekayəmiz də ondan ibarətdir ki, bunu həmişə öz komandamızda da biz bildiririk. Artıq biz mərkəzin əməkdaşları artıq işə qəbulda əvvəlki kimi iştirak etmirik. Artıq tələbələrimiz öz belə deyək, birgə əlaqələrlə bir-birlərini işlə təmin edirlər və artıq demək olar ki, əməkdaşları olduğu şirkətlərdə böyük vəzifələrə yüksəlmişlər, şöbə müdiri. Yüksəldikcə digər əməkdaşlar artıq özlərinin bildikləri, başa düşdükləri bir tədris ortamı olduğuna görə Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi və həmişə də oradan tələbələri, yeni məzunlarımızı işə cəlb edirlər.
Aydındır. Uşaqlara kiber qayğı layihəsi barədə ümumi məlumat verməyinizi xahiş eləyəcəm Arzu xanım. Layihənin məqsədi və əhəmiyyəti nədən ibarətdir? Mən də öz növbəmdə bizi dinləyən hər kəsi salamlayıram və bizi dəvət etdiyiniz üçün sizə dərin təşəkkürümü Biz bildirirəm. təşəkkür edirik. Buyurun. Uşaqlara kiber qayğı qrant layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, yəni KOIKA-nın və KOIKA Azərbaycan Məzunlar Assosiasiyasının dəstəyi ilə həyata keçirilən sosial təşəbbüsdür. Layihə sağlamlıq imkanları məhdud olan uşaqlar və valideynlərini itirmiş və ya valideyni himayəsindən məhrum olmuş uşaqların onlayn mühitdə baş verə biləcək təhlükə və təhdidlərdən qorunması, onların kiber təhlükəsizlik, rəqəmsal bacarıqlar və fərdi məlumatların mühafizəsi sahəsində maarifləndirilməsi məqsədi daşıyır. Layihə eyni zamanda həssas kateqoriyaya aid olan uşaqların rəqəmsal mühitdə özünü daha güvənli hiss etməsi və gələcəyə doğru daha inamla və hazırlıqlı şəkildə addımlamasını hədəfləyir. Layihənin əhəmiyyətinə gəlincə isə, layihə ümumiyyətlə cəmiyyətin ən həssas kateqoriyalarından hesab olunan sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqların bir növ rəqəmsal dünyaya, rəqəmsal mühitə inteqrasiyasını təmin edir. Yəni sosial təcridi aradan qaldırır və rəqəmsal bərabərlik prinsiplərinə xidmət göstərir. Layihə eyni zamanda Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi, rəqəmsal inkişaf və kiber təhlükəsizlik sahələri üzrə qəbul olunan qanunvericilik aktlarına da uyğun olaraq milli kiber təhlükəsizlik prinsiplərinə və sosial siyasət məqsədlərinə də böyük töhfə verir. Aydındır. Bəs layihə rəhbəri kimi bu təşəbbüsə ehtiyac necə yarandı? Mövzu nə qədər aktuallığı kəsb eləyirdi ki? Bildiyiniz kimi son illərdə uşaqların internetdən, sosial şəbəkələrdən istifadəsi kəskin şəkildə artıb. Demək olar ki, bugün əksər uşaqlar telefon, planşet və yaxud da kompüter vasitəsilə onlayn məkanda çoxlu vaxt keçirir və onlar əyləncə, təhsil və yaxud da informasiya axtarışı məqsədi ilə müxtəlif platformalardan istifadə edirlər və bu bir tərəfdən onların ümumi dünya görüşünün artmasına səbəb olur. Digər tərəfdən isə onlar üçün böyük bir kiber təhlükələrə məruz qalma riski yaradır. Çünki uşaqlar internetdə tanımadığı şəxslərlə, naməlum şəxslərlə ünsiyyət qurur və ya fərqinə varmadan onlarla fərdi məlumatlar bölüşür. Bəli, fərdi məlumatlarını paylaşır, saxta linklərə daxil olur və ya zərərli məzmunla qarşılaşır. Bu da təbii ki, uşaqlar üçün böyük bir təhlükələr yaradır. Xüsusilə də həssas kateqoriyalı uşaqlar, yəni sağlamlıq imkanları məhdud uşaqlar və ya valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu təhlükə daha böyükdür. Çünki onlara ailə nəzarəti və ya sosial dəstək imkanları da məhduddur və bu sahədə daha az biliklərə malikdirlər. Məhz bu səbəbdən də kiber dələduzların əsas hədəf nöqtəsinə çevrilirlər. Və buna görə də məhz həssas kateqoriyaya aid olan uşaqların rəqəmsal bacarıqlar və kiber təhlükəsizlik sahələri üzrə maarifləndirilməsi məqsədi ilə belə bir təşəbbüs irəli sürdüm və layihə KOIKA və KOAS tərəfindən çox müsbət qarşılandı və layihəyə Koreya hökuməti tərəfindən qrant ayrıldı və layihə çərçivəsində təlimlərin təşkilinə start verdik. Təşəbbüs əladır. Təşəkkür edirik buna görə. Çox sağ olun. Layihə çərçivəsində keçirilən təlimlərin məkanı və mövzusu barədə də məlumat verə bilərsiniz? Əslində layihə çərçivəsində keçiriləcək təlimlərin məkanı və mövzusu barədə çox düşündük. Çünki məqsədimiz ondan ibarət idi ki, layihə hər iki kateqoriyanı, yəni həm sağlamlıq imkanları məhdud uşaqlara əhatə etsin, həm də valideyn himayəsindən məhrum olan uşaqlara əhatə etsin. Buna görə də 3 fərqli məkanı seçdik. İlk təlimimiz 15 iyul tarixində Sos Uşaq kəndində keçirildi və bu təlimdə 23 nəfər uşaq iştirak etdi. Yəni bu uşaqlar valideyn himayəsindən məhrum olan və valideynlərini itirmiş uşaqlar idi. İkinci təlimimiz sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində keçirildi 24 sentyabr tarixində və bu zaman isə təlimlərdə 30 nəfər uşaq iştirak etdi ki, hansılar ki, eşitmə qabiliyyəti tam və ya qismən məhdud olan uşaqlar idi. Üçüncü təlimimiz isə sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbində təşkil olundu. Bu zaman isə artıq nitq pozuntusu olan uşaqlar üçün təlimlər təşkil etdik. Aydındır. İlkin bəy, bəs sizin tərəfinizdən Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi tərəfindən bu istiqamətdə hər hansı bir addım atılıbmı uşaqlarla bağlı? Uşaqlarla bağlı biz demək olar ki,
bütün istiqamətlərdə fəaliyyət göstərir kiber maarifləndirmənin. Amma uşaqlarla bağlı sırf son 2 ayda demək olar ki, Azərbaycan Gənclər Fonduna birlikdə bütün rayonlarımızı gəzərək, birlikdə səyyar formada gəzərək məktəb şagirdlərimizə kiber maarifləndirmə istiqamətində təlimlər təşkil etdik. Burada biz onların internetlə ilkin tanışlığı zamanı hansı kiber gigiyenik qaydalara riayət etməlidirlər, kompüterdən istifadə zamanı hansı mühafizə alətlərindən istifadə etməlidirlər, preventiv hansı tədbirlər görməlidir. Bunun istiqamətində təlimlər təşkil etdik. Düşünürük aldığımız geri dönüşlərdə çox müsbət qarşılandı və oradakı bölgələrdəki gənclərimizə toxunmaq doğrudan da bizi sevindirdi. O insanlarda hətta elə bir gənclər oldu ki, insanlarda biz informasiya təhlükəsizliyi ixtisasına maraq yaratdıq və əlaqələrimizi verdik ki, gələcəkdə də konsultasiyaya ehtiyac olarsa onlarla birə-bir konsultasiya təşkil edə bilək. Aydındır, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugünkü qonaqlarımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdir müavini İlkin Əzizov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin böyük məsləhətçisi Arzu Abdullayevadır. Biz kiber təhlükəsizlik sahəsində maarifləndirmə və kadr potensialının artırılması barədə danışırıq. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Umid mağazalarından möhtəşəm indirim. Neohot su qızdırıcı 24 kW'lıq indi 110 manat deyil, 89 manat. Gülben duş dayaq dəsti 84 manat 90 qəpik deyil, cəmi 58 manat 90 qəpik. Xeyli alış-verişlər. Asan Radio'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Avantdan Şərifzadədə yeni premium layihə, müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Super ailə, super endirim. Tam Store marketlər şəbəkəsində 1-14 oktyabr tarixlərində 1 kiloqram sevimli dadkərə yağı 14 manat 98 qəpik. Mərcan təzə toyuq qırmızı paket 5 manat 99 qəpik. 200 qram tez çay çeşidləri 4 manat 24 qəpik olacaq. Tam Store, tam istədiyiniz market. Deyirəm hörgüdə bir nömrəyəm, o senin dəstəylə maşının sahibiyəm. Diqqət! Bakıda ilk dəfə Reynmen 22 noyabr Jolly Joker səhnəsində. Leyla, Leyla, sana mecburum ama geri dönemem. Eyvah, eyvah, ona yine geceleri bir edemem. Sevilən hitlər, enerjili performans və tamam fərqli atmosfer sizi gözləyir. Yalan söyleme gözlerime bak bu kez. Yalan söyleme gözlerime bak bu kez. Yalan söyleme gözlerime bak bu kez. Biletləri şəhərin kassalarından və ya Aytiket Azdan əldə edə bilərsiniz. Reynməni canlı dinləmə fürsətini qaçırmayın. Tip sahəsində çalışırsınız? Bank of Baku'da sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manatadək nağd pul kreditini Bank of Baku'dan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Bank of Baku. Bank of Baku 18 fevral 2005 il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Asan Radio'da reklam.
050 60 06 100. Bravo! Brandov Azərbaycan kampaniyasını qürurla təqdim edir. 12 noyabr tarixinədək 8 rulonluq Papisoft tualet kağızı çeşidləri 3 manat 99 qəpik, 5 kiloqramlıq Cleverest yucu toz çeşidləri 11 manat 99 qəpik. Super qiymətlər üçün. Doğru seçim. Asan Radio və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edir. Bir sual, bir cavab. Cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə təyin edilən birdəfəlik sosial müavinətin məbləği nə qədərdir? Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə təyin edilən birdəfəlik müavinətin məbləği 1600 manat, minimum əmək haqqının 4 misli təşkil edir. Asan Radio və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdi. Bir sual, bir cavab. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Hər vaxtınız xeyir olsun. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugünkü qonaqlarımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdir müavini İlkin Əzizov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin böyük məsləhətçisi Arzu Abdullayevadır. Biz kiber təhlükəsizlik sahəsində maarifləndirmə və kadr potensialının artırılması barədə danışırıq. Arzu xanım, əlavəniz olacaqdır. Təlimlərin keçirildiyi məkanlardan danışdınız. İndi isə mövzuya qayıdaq. Uşaqlara kiber qayğı qrant layihəsi çərçivəsində biz əsas 3 modul üzrə təlimlər keçdik. Birincisi, rəqəmsal bacarıqların inkişafı. Yəni uşaqlara kompüter, telefon və yaxud da planşetlərdən daha məsuliyyətli və təhlükəsiz istifadə yolları öyrədildi. Həmçinin onlara internetdən daha çox yaradıcılıq məqsədi ilə və yaxud da daha təhlükəsiz istifadə imkanlar barədə məlumat verildi. İkincisi, kiber təhlükəsizliyin əsasları, yəni uşaqlara saxta linklər, profillər, həmçinin phishinglər, yəni aldadıcı reklamlar, zənglər, mesajlar barədə də məlumat verildi və üçüncü modul isə fərdi məlumatların mühafizəsi ilə bağlı idi. Yəni uşaqlara fərdi məlumat anlayışı, onların mühafizəsi yolları, eyni zamanda güclü parolların yaradılması üsulları və ya sosial şəbəkə hesablarından istifadə zamanı məxfilik parametrlərinin tənzimlənməsi kimi məsələlər də izah olundu. Onu da qeyd edim ki, xüsusi internat məktəbləri fiziki məhdudiyyətli uşaqlara xidmət göstərdiyindən biz xüsusi metodoloji yanaşma əsasında təlim proqramı da hazırladıq və surdu tərcüməçi xidmətindən də istifadə etdik. Aydın Arzu xanım, təşəkkür edirəm. İlkin bəy, deməli, ümumilikdə tələbə və məzunların işlə təmin olunması ilə bağlı hansı işlər görülüb? Biraz daha ətraflı bu sual barədə. Tamam. Ümumiyyətlə, bizim tədris dalğası başlayan 6 ay müddətində silsilə tədbirlər həyata keçirilir. Bu 6 ayın sonunda baş vermir. Burada bizim tələbələrin psixoloji hazırlığı, intervyularda HR-la necə davranmaq lazımdır, biliklərini necə qarşı tərəfə yaxşı mənada satmaq lazımdır. Bu istiqamətdə təlimlər, seminarlar təşkil edilir. Bundan əlavə olaraq kiber təhlükəsizlik üzrə kadra ehtiyacı olan müəssisələri isə 6 ay müddətində kiçik workshoplar, master-klasslar adı altında müəssisəmizə dəvət edirik. Onlar kiçik mövzularla tələbələrə təqdimatlar edirlər və bizim tələbələrimizi kəşf edirlər. Və burada bir iterasiya baş verir tələbələrimizlə. Artıq 6 ayın sonunda onlar hansı tələbəni, hansı ixtisasa cəlb edəcəklərini bile əvvəlcədən bizə bildirirlər. Biz artıq o tələbəni həmən müəssisələrə ayırırıq və proses progressiv olaraq davam edir. Bu bizim ilk dalğamızda bunu təşkil edən bir qurum var idisə, artıq qurumlar bizə müraciətləri çoxalıb. Biz artıq o proqramı yerləşdirə bilmirik. Demək olar ki, hər 2 həftədən bir bizim mərkəzdə hansısa bir böyük qurum kiber təhlükəsizlik mütəxəssisləri təlimlər təşkil edirlər və bizim tələbələr birə-bir tanıyırlar ki, 6 ayın sonunda artıq öz komandalarına cəlb etsinlər. Aydındır. Bəs tədris müddətində tələbələr öyrəndikləri bilikləri praktik olaraq hansı formada tətbiq edirlər? Bunun üçün hər hansı şərait yaradılıbmı tərəfinizdən? Ümumiyyətlə bizim mərkəz, inşallah gəlib tanış olarsınız, bizim mərkəzdə ümumiyyətlə laboratoriya şəraiti tam olaraq bizim əmək bazarında formalaşmış mühitə
uyğunlaşdırılmışdır və bu o deməkdir ki, öyrəndikləri bilikləri, Texnion İnstitutunun ekspertləri, xarici ekspertlər tərəfindən öyrəndikləri bilikləri bizim yerli bazarda istəklərə, kiber təhlükəsizlik istəklərinə uyğunlaşdırılması üçün hansı işlər görməlidirlər, onları tətbiq edə bilirlər və bunun üçün də biz axşam saatlarında tədrisdən sonra, yəni tədrisimiz saat 4-də bitir, 4-dən sonra yerli ekspertləri öz mərkəzimizə dəvət edirik. Öyrənilən bilikləri hansı formada, fərqli alətlərlə necə tətbiq edə bilərlər, necə araşdırma qabiliyyətlərini genişləndirə bilərlər və hal-hazırda Azərbaycanda fəaliyyət göstərən müəssisələrdə kiber təhlükəsizlik alətləri necə istifadə olunur, hansı formada istifadəsi daha məqsədə uyğun hesab edilir. Çünki burada bilirsiniz, requlativ tələblər də var, yerli requlativ tələblərimiz də var. Buna uyğunlaşdırılmış bilikləri isə axşam seanslarımızda artıq tələbələrimizi yerli ekspertlər tərəfindən aşılayırıq və bu da demək olar ki, 6 ayın sonunda tələbələrimiz həm xarici bilik və yerli əmək bazarının eksperti tərəfindən aşılanmış yerli əmək bazarının istəklərinə uyğun biliklərlə zənginləşir və gözəl bir vəhdət yaranır və ona görə də bizim necə deyirlər, qəbul faizlərimiz bu qədər yüksəkdir. Aydındır. Bəs tələbələrə tədrislə yanaşı karyera inkişafı və bilik və bacarıqları artıran təlimlər keçilirmi? Bəli, qeyd etdiyim kimi ümumiyyətlə bizim 6 aylıq proqramımızda və artıq demək olar ki, ilk 3 illik strateji müddətimiz bitib. Biz yalnız 6 aylıq proqramlarla yekunlaşmır bizim işlərimiz. Bizlə əməkdaşlıq edən dövlət qurumlarına biz ixtisasatılma təlimləri təşkil edirik. Artıq təxminən 120 nəfərə yaxın dövlət və özəl sektorunun kiber təhlükəsizlik ekspertlərinə ixtisasatılma təlimləri keçmişik və rahatlıqla deyə bilərəm ki, bu təlimlərin regionumuzda tayı bərabəri yoxdur. Sırf bunun üçün biz İsraildən spesifik ekspertlər gətiririk, spesifik laboratoriya şəraiti üçün proqram təminatı, fiziki avadanlıqlar gətirdiririk və bunlar bilikləri ilə bizim cari fəaliyyət göstərən kiber təhlükəsizlik mütəxəssislərinin də biliklərini artırmış oluruq. Aydındır. Növbəti sualım Arzu xanım sizə olacaq. Uşaqlara kiber qayğı layihəsinin nəticələri ilə bağlı istəyərdim danışasınız. Necə qiymətləndirirsiniz? Uşaqlar bu təlimlərdən ümumilikdə necə faydalanırlar sizcə? Ümumiyyətlə uşaqlara kiber qayğı qrant layihəsinin nəticələri çox yüksək və gözləntilərdən çox yaxşı oldu. Çünki layihə çərçivəsində keçirilən təlimlərə ümumilikdə 83 uşaq cəlb edildi. Onlardan 60 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar, 23 nəfərini isə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar təşkil etdi. Halbuki ilkin mərhələdə biz bu layihənin əhatə dairəsini 70 nəfər uşaq üçün nəzərdə tutmuşduq. Lakin layihəyə o qədər böyük bir maraq yarandı ki, iştirakçıların sayı 83-ə çatdırıldı. Bu bir daha mövzunun faydalı olduğu qədər, yəni vacib olduğu qədər uşaqlar üçün də maraqlı olduğunu göstərdi. Layihə sonunda biz uşaqlarla sorğu apardıq və sorğunun nəticələri də bunu bir daha təsdiqlədi. Çünki iştirakçıların 80% qeyd etdi ki, artıq saxta linklər, profillər və yaxud da phishinglər barədə məlumatlıdır. Həmçinin iştirakçıların 90% qeyd etdi ki, təkcə nəzəri biliklərlə kifayətlənməyib, həm də onları praktikaya tətbiq etməyə başlayıb. Yəni təlimlərdən sonra parollarını dəyişib, fərdi məlumatlarını paylaşmamağa başlayıb, həmçinin sosial şəbəkə hesablarına da daxil olaraq məxfilik parametrlərini də dəyişdiriblər. Həmçinin iştirakçıların 80% qeyd etdi ki, artıq özünü internetdə daha təhlükəsiz hiss edir. Yəni bilir ki, hər hansı bir neqativ hal olarsa necə reaksiya verməlidir və yaxud da kimə müraciət etməlidir. Və layihənin ən sevindirici nəticələrindən biri də oldu ki, uşaqların 70% qeyd etdi ki, artıq təlimlərdən sonra öyrəndiyi bilikləri sinif yoldaşları, dostları və yaxud da ailə üzvləri ilə də paylaşmağa başlayıblar. Yəni əslində biz 83 uşağa birbaşa təlim keçməklə əslində yüzlərlə uşağı da biz əhatə etmiş olmuşuq. Əslində bu cür təlimlərdə elə dostluqlar da qazanılır. Bayaq İlkin bəyin də qeyd etdiyi kimi onlar bir-birlərindən iş elanlarını bölüşürlər və artıq çoxları bir yerdə işləyir. Bəs layihənin davamlılığı və gələcək planlar nədən ibarətdir?
Uşaqlara kiber qayğı layihəsi göstərdi ki, həssas kateqoriyaya aid olan uşaqlarda rəqəmsal bacarıqlar, kiber təhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində biliklər əldə etməyə çox açıqdılar. Buna görə də düşünürəm ki, layihəni yalnız bir mərhələ ilə məhdudlaşdırmaq düzgün olmaz. Gələcəkdə layihəni Bakıdan kənara çıxartmaq, regionlarda yaşayan uşaqları da əhatə etmək olduqca vacib bir məsələdir. Çünki bölgələrimizdə yaşayan uşaqlar bu sahədə daha az məlumata malikdir və eyni zamanda təlim imkanları da məhduddur. Həmçinin düşünürəm ki, gələcəkdə layihəni uşaqlarla yanaşı onların müəllimləri, psixoloqları və yaxud da valideynləri üçün də təşkil etmək çox gözəl olardı. Çünki böyüklərin nəzarəti və yaxud da dəstəyi bu prosesin ayrılmaz tərkib hissəsidir və biz istəyirik ki, böyüklər də uşaqların davranışını düzgün qiymətləndirə bilsinlər və hər hansı bir təhlükə yaranarsa, onu vaxtında aşkar edərək uşaqlara düzgün istiqamət verə bilsinlər. Aydındır. İlkin bəy, Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi hazırda Azərbaycanın kiber təhlükəsizlik mühitində hansı önəmli rolu oynayır və gələcəyə dair hədəflər nədən ibarətdir? İstərdim bunun haqqında biraz geniş məlumat verim. Buyurun. Azərbaycan Respublikasının prezidentinin 2023-27-ci illərə əhatə edən kiber təhlükəsizlik, informasiya təhlükəsizliyə dair dövlət strategiyasının bəzi bəndlərində əsas icraçıyıq biz və bu istiqamətdə də böyük tədbirlər planımız var, həyata keçirdirik. Cari gördüyümüz işlər haqqında dediyimiz kimi təlim, insan kapitalının yetişdirilməsi istiqamətdə işlərimiz davam edir və digər böyük istiqamətlərimiz də var. Bu əsas ölkədə milli kiber təhlükəsizlik məhsulunun yaradılması istiqamətində fəaliyyətlər icra edirik. Artıq bizim 3 məhsulumuz, yerli milli kiber təhlükəsizlik məhsulumuz mövcuddur. Artıq birinə dəstək olmuşuq. Artıq bu dünyada tanınır və dünya sərgilərində iştirak edir, satışını həyata keçirilir və Azərbaycanda kritik informasiya infrastrukturlarının qorunmasında istifadə olunur bir alət kimi. İkinci məhsulumuz artıq test yoxlamaları çərçivəsindədir kritik informasiya infrastrukturlarında. Üçüncüdə isə artıq MVP deyirik. Məhsul minimum tələblərə cavab vermiş formada hazırlanıb və onun üzərində işlər aparırıq. Bu bizim bu istiqamətimizdir və digər istiqamətimiz isə kiber maarifləndirmə istiqamətidir. Kiber maarifləndirmə istiqamətində bizim kiber yeni az portalımız var. KOB-lara, dövlət qurumlarına onlayn formatda və ya offlayn formatda biz təlimlər həyata keçirdirik. Artıq 52 qurumda biz təlimləri icra edirik və təxminən bunun 60%-i artıq uğurla tamamlayıb qurumlarımız. Kiber gigiyena ilə bağlı. Bəli, maarifləndirmə. Burada hər bir əməkdaşa biz profillər yaradırıq və onlar onlayn formatda təlimdə iştirak edirlər, test suallarını cavablayırlar və müəssisənin istəyinə uyğun olaraq biz öyrəndikləri bilikləri real praktikada phishing simulyasiyalarıyla test edib nəticələr haqqında müəssisəyə məlumat veririk. Və inkişaf perspektivimiz isə növbəti illərdə fokuslanmağı düşünürük yerli kiber təhlükəsizlik yarışlarına və Azərbaycanı beynəlxalq kiber təhlükəsizlik istiqaməti üzrə yarışlarda təmsil etməyə və bununla da bağlı artıq biz fəaliyyətlərə başlamışıq. Artıq bu istiqamətdə bir təcrübəmiz də var. Vözqız dünya yarışının kiber təhlükəsizlik istiqaməti üzrə komandasının hazırlığı bizdə həyata keçirilib, hal-hazırda da davam edilir. Bu istiqamətdə deyə bilərəm ki, keçən yarışda dünya sıralamasında biz 12-ci yerə çıxdıq. Kiber təhlükəsizlik istiqaməti üzrə bu da böyük bir nəticədir. Burada biz Fransa, İngiltərə kimi ölkədən geridə qoyduq və bizim komandamız çox yaxşı bir nəticə göstərdi və istəyirik ki, bu yarışları daha da çoxaldaq və beynəlxalq yarışlarda daha yaxşı təmsil edək ölkəmizi və hazırlığı kiber təhlükəsizlik mərkəzində həyata keçirdək. Bundan əlavə beyin mərkəzi layihəmiz var ki, beyin mərkəzi layihəsi çərçivəsində artıq biz Teknion Texnologiya İnstitutuna birlikdə hazırladığımız yerli mentorlarımız var ki, bunun sayı artıq 11-ə çatmışdır. Bu mentorlar vasitəsilə artıq bizdə Azərbaycanda müəllimi və laborator şəraiti olmayan universitetlərə tədris edən predmetlərin tədrisini həyata keçirdirik. 5 ali təhsil müəssisəsi ilə hal-hazırda əməkdaşlığımız davam edir. 4 fərqli predmet üzrə tədris həyata keçirdirik. Artıq 200-ə yaxın universitet tələbəsinə biz tədris həyata keçirtmişik. Bunların içində rəqəmsal dəlillərin analizi,
hücum vektorlarının öyrənilməsi və araşdırılması, ixtisasda kiber təhlükəsizliklərinin fundamental bilikləri kimi digər predmetlərdə əhatə edirik və bu da o deməkdir ki, artıq biz Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi olaraq İsraildən öyrəndiyimiz təcrübəni artıq Azərbaycanda bilik beyin mərkəzi olaraq digər təhsil qurumlarına da paylayırıq və bunu paylaşırıq və daha çox vətəndaşımıza yararlı olması istiqamətində fəaliyyətlər icra edirik. Aydındır, təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Biz təşəkkür edirik. Təşəkkür edirik. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugünkü qonaqlarımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdir müavini İlkin Əzizov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin böyük məsləhətçisi Arzu Abdullayeva idi. Biz kiber təhlükəsizlik sahəsində maarifləndirmə və kadr potensialının artırılması barədə danışdıq. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.